الحكيم في كتابه الكريم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر. Amvatımızı yad ediyor, önümüzde hak olanları yad ediyor, üstadlarımız, müəllimlərimiz, kardeşlerimiz, bacılarımız, hamısı yad olsun, salavat yani. Allahümme salli ala Muhammed ve ali Muhammed. Adımız Ağa İmam-ı Zaman dəftərində zəbt olsun və bu oruç namazlar bizə qabiliyyət versin, Qur'anı yaxşı dərk eləyək və İmam-ı Zaman Aleyhisselamın yarı ənsarından olaraq salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Və olar ki, bu tür məcalisdən əlləri qət olub, dar-ı dünyanı, dar-ı fanini tərk ediblər, hamısını yad eləyər və olar ki, iltiması da eləyiblər, hamısı yad olsun, salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. O ki, rivayətdən, hekayətdən hadis vardı. Əsl Qədir gecəsi bu gecədir, yəni hamısı o 2 dənə Qədir gecəsi keçdi, onlardan üstündür. Mərhum Əlləmi Təbatəbai rəhmət etdi ki, ehtimalı çox budur ki, Qədir gecəsi elə bu gecə olar, 23-cü gecəsi olar. Və özünə görə də dəlil, sənəd, sübut gətirdi. O xatirə bu gecənin füyuzatı və əmalı çox fəzilətlidir. İnşallah Allah bizi füyuzatı bu gecədən məhrum eləməz, dualarımız qəbul olar və olan ki, ehtiyacım olaraq da dua eləyir, bu gecəni inşallah yaxşı ehya eləyir. Dedik ki, mələikə, tənəzzəlül mələikə, mələk, bu alem ki vardı, alemul geyb ve şehadet ile Kur'an'da. Alem-i geyb o alemdi ki, orada melekler, cinniler, ruhlar ve başka varlıklar yaşıyorlar. Yerin altında da değil bu, gövde de değil bu alem. Bu telefonu koyla, bu telefonu televizyondan koyacağız. Alem-i şehadet, yani şehadet alem, yani bu işi görürsen. 5 tane insan hissi var, bu alemi hiss ediyor. Gözümüzle görüyor, kulağımızla eşidiyor, elimizle, dərimizlə ləms ediyor, ağzımızla dadıyor. 5 tane küsü var. Bu 5 tane hissiyle kavradığımız aleme değil, alem-i şehadet. Ama alem fakat bu değil ha. Belə bilir ki, insan öldü, buydan keçib yerin altında qurluyla, basırlar, gedi yerin altından keçib yeri. Yox, o tərəfə keçmək lazım deyil. Alem-i qeyb, elə bu aləmdən həmzamandır, elə bir zamandadır. Yəni ərzi həmdir, bir-birinin kənarındadır, bir-birinə soya deyil. O dünyadası varlıqlar, yəni aləm qeybidəsində bu aləmə keçərlər. Misli cin, keçib bu aləmə. Misli mələk, tənəzzəlül mələikə, keçib bu aləmə. Misli ruh, keçib bu aləmə. Və bu varlıqlar vaxt keçib bu aləmə, insanın vasitəsilə keçirlər bu aləmə. Görürsən, bəzilər deyilər cinin olub. Yəni cin istəyir keçə bu aləmə, keçəməyibdir qalıb bunun içərisində bir isarə.
O hədilə cinni olubdur. Cin və mələk keçəndə bu aləmə hər kəsin özünün cini var, hər kəsin özünün də mələyi var. Bir nəfərin də cini göy, o birisi adam göyə bilməz. İki nəfər deyəməz, biz ikimiz bir yerdə oturmuşdur. Cini göydür. İmkanı yoxdur. Bir nəfər deyə bilər cini, iki nəfər göyməz. İki nəfər deyəməz, biz mələyə göydük. Məgər bu ikisi də bir səviyyədə olar. İki dənə insan hətta bir kəmalda olsa göyərlər. Necə ki, Cəbrəil gələndə Peyğəmbərə heç kəs görməydi, bəzən Əli əleyhissalam gördü. Ya Fatimə Zəhra onlar məsumudular, onlar həmişə bəzən gördülər. Çünki o Cəbrəil Peyğəmbərin vasitəsilə gəlirdi bu aləmə. Bəs iki nəfər bir cini göyə bilməz, iki nəfər bir mələyi göyə bilməz, iki nəfər bir ruhu göyə bilməz. İnsan bir varlıqdır ki, fəqət insandır bir dənə körpü muz. Aləmi qeyb ilə aləmi şəhadətin arasında. Bəs o varlıqlar ki, o aləmdən istəyir keçsə bu aləmə, hətmən lazımdır insanın vasitəsilə keçsinlər. Amma insan istəyir keçsə o aləmə, aləmi qeybə, vasitə lazım deyil. Özü promo keçir. Ona görə ki, insan mələkdən, cindən üstündür, görə ki, insan özü vasitə istəməyir. Peyğəmbər keçsən, yəni meyrac o aləmə keçməkdir da, meyrac o aləmə keçməkdir. O aləmə keçsən, meyraca edirsən, yəni 1000 il qabağını göyə bilirsən, 1000 il dalını göyə bilirsən, onda deyələ meyraca getmirsən. Yəni, həm gələcəyini göyə bilirsən, həm keçəcəyini. Oya insan keçə bilər, insan keçdi, tam mələk lazım deyil, cin lazım deyil, özü keçə bilər o aləmə, müntəha gələr, kəmala çata, inkişaf eləyə, ismətə yaxın ola, ya məsum ola, ya məsuma yaxın ola. Eləyə bilə keçsin o aləm. Bəs bu ki, tənəzzəlül mələikə, mələklər nazil olurlar bu gecə, gəlirlər yer üzrində mələklər. Mələk bu cür deyil ki, gələ bir dənə quş kimin qanatı vardı, biz göydük, göymədik. Deyir ki, insanın vasitəsindən keçir bu dünya. Və indi bir də mələk gəldi bir məscidə Hüseyniyə, fəqət bir nəfər göyə bilər. Hamı göyə bilməz. Onun üçün o adam ki, onun üçün gəlib, o göyə bilər. Hamı göyə bilməz. Amma Qədir gecəsində hətmən tənəzzəlül mələikə, mələkin cəmidir mələikə, mələikələr gələrlər yer üzünə. Mələikələr nazil olarlar, tənəzzəlül mələikə və ruhu fiyha. Bəs Qədir gecəsi deyib, bu gecə çox üstün bir gecədir, mələklər gəlirlər yer üzünə və mələikələr gəlirlər yer üzünə, biz gələk belə gecənin qədrini bilək. Bu bir dənə mövzu ki, aləmi qeyb, bəs bir aləmdir ki, bu aləmin kənarında və aləm şəhadə ki, Quran deyil, bu aləmdir ki, bir-birdə, bu aləmdə yaşayır. Və İnsan istəyirlər, həqiqət bu aləmi şəhadətdə ki, bizim deyirsən, 5 dənə kürsü var, 5 dənə hissinə dərk eləyir. Dərk elədiyimiz şeylər fəqət qılay deyil ki, fəqət rəng 7 dənə rəh yox, 7 dənə rəh yoxdur. Gələn 1 milyon rəh vardır. Bizim fəqət gözümüzdə bu qüdrət var ki, 7-sini dərk eləsin. Frekanslar ki, vardır, Quranın eşidir, bunlar fəqət o frekansı ki, eşidir, o məlum bir məhduddur da, yəni bir miqdardır. Deyilən minqat bundan çox frekanslar var ki, biz eşidə bilmirik. Və iyilər ki, insan iyiliyi, iyilər ki, behiştin, ləzzətin minqat bundan çoxdur, bu məni. Yəni, sənin bu olduğu hisslərin 5 dənə hissi var, bunlar bu miqdar gücü vardır. Amma o dünya keçəndə bunlar minqatdırlar, minqat rəhlər var, iyilər, tamlar, məzələr, gözəlliklər var ki, bizim bu hisslərimiz onları dərk eləmir. Onlar haradadırlar? Elə buydadırlar. Cəhənnəm və cənnət buradadır. Bizim bu 5 dənə hissimiz fəqət bu qədrdir. İndi eləsən,
Bir dənə avtomatın var, deyir ki, 500 metrdə vura bilirsən, uydurlarına vura bilməsən. Bir dənə dürbinin var, baxsan vurasan gözlük. Deyir ki, 1000 metri görsət, uydurlarına görə bilməsən. Fəqət dünya 1000 metri deyir ki, mənim baxdığım eynək 1000 metridir. Açqı 1000 metri göstərir. Milyonlar kilometridir. Amma mənim açqım 1000 metri göstərir. Biz belə bilək ki, dünya elə bu mən gördüyüm diyor. Minlər rəngi vardı, minlər tam, məzə, ətrlər vardı və minlər səslər vardı, biz eləyə bilmiyoruz ki, ona bil o dünya. Belə bilməyək ki, bizi dəfn eləndə, öləndən sonra gedik o dünya torpağın hatta haradır. Biz bu dünyada məhduduq, ona görə ki, insan dünyada zindanı Dünya seçnol mümin. Dünya müminin zindanıdır. Necə zindandır? Yani 1000 metrdən o yana göyə bilmirsən, 5 dənə rəhdən sonra göyə bilmirsən və bir məhdud təmdən, məzədən bu, ət, bu məhduddur, yəni az bir teyvəd görürsən, onlara o tərəfi göyə bilmirsən, zindanısən. Zindan bu məniyadır. Vaxtı ki, insan bu bədəndən çıxdı, azad oldu, minlərlə rəng o, ləzzət o, məzə o, bunlar hamısı minqat oluyor. Cəhənnəm və cənnət, elə baxma ki, cəhənnəm yerin altdadır, bəziləri cənnət yerin üstədir. Onda olar planetlər də bunlar deyil. Cənnət, cəhənnəm də buradadır. İnsan bu bədəndən ki, ruhu ayrıldı, bizim o məhdudiyyətimiz pozulur. O ki məhdududuq, o ki 1000 metri gördük, 7 dənə rəngi dərk edirik. İndi buradan öləndən sonra da minlər rəng, ət, güya bilə bu dünyada var. Onlar ki ölüblər, onlar bizi görürlər. Onlar 7 dənə rəng görmürlər, 1000 dənə rəng görürlər. Onlar fəqət bu ətrin duxun, bu deyil duxun. Onlar o birisi duxlarda idiyle burada vardılar. Elə buradadır. O halde dünya, fakat bu şimdi biz bu dünyada yaşayık alemi şehadet, bize nispet alemi şehadettir. Bizim için 5 tane hissine bu yana görüp ona göre dili alemi şehadet. Bundan sonra bir de alem ahiret vardı. Ahiret, yani her bir şeyin ahirine gelen ahiret de ahiret de Arabidir, ikisi de ahir ve ahiret. Ahiret insan özü, öz əməli ilə yaradır. Eyni faizdir. Faizi bir dənə əkinci öz əməli ilə yaratmalıdır. Bu dünyanın çətinlikləri ki vardır, dinlədir ki, Qur'andadır ki, əzəqnahumul xizyə. Xizyə. O dünyanın ki nədir? Əzab. Əzəqnahumul əzab. Bu dünyanın çətinliyinə xizyi deyil Qur'anda. O dünyanın çətinliyinə əzab deyil. Çünki bu iki dənə kəlmənin mənası nədir? O da əzabdır, bu da xizyidir. İnsana bu dünyada laf çətin bir şey nədir? Yəni insanı salsalar zindana çətindir. İnsanı şallaqla vuralar çətindir. İnsan yaralına, güllərlə vuralar, qılıncla, bıçaqla vuralar çətindir. Bunlar çətindir da. Amma bunlarda bir dənə çətin bir şey var. Adam rüsva olan necə olar? Bir nəfərin namusu göz qabağında. Bu çətin yox, bıçaqla vursalar da mı çətindir? Rüsva olmaq çətindir ha? Rüsva olmaq bıçaq yarasından çətindir. Rüsva olmaq tüfəng yarasından çətindir. Rüsva olmaq ölümdən çətindir. İnsan ki yaşayır, insan etibarla yaşayır. Ki etibarı vardır, hürməti vardır. Bir nəfər gələ kullənin namusdan hər şeyin düşər. Bu ölməyi ilə qalmasının fərqi, ölüm ondan yaxşı. Çox insanlar gözəlini istəyir, görür rüsva olan, özün öldüyü rüsva olmasın. Xizyanı rüsva. Dünyada insan pis əməllər eləsə ha,
pis əməl edəndə cəzası rüsva olmaq. Ahirətdə əzabdır o dünyada. Amma dünyada əzab demədik, xızgə. Xızı-i. Deyir ki, dünyada ola ki, etiqad, inam yoxdur, Allahdan üz döndərdi. O gün dedim də, məişətən zənka, o adamlar ki, Allahın zikrindən üz döndəriblər, onlar dünya əzabını dadacaqlar. Əzabına deyir xız. Yəni, bunlar dünyada rüsva olacaqlar. Malı dedik də, o ki, zənka, qeyrəz fərqlidir. Fərqlidirdən pulu yoxdur, kasıbdır, yoxud da, sərvəti yoxdur. Ona deyirlər fəqir, amma zənka dedik, ona deyirlər ki, varı var, maşını var, pulu var, sərvətlidir. Amma həmişə suddadır işi, zindandadır işi, xəstəxanadadır işi, ayvadın boşuyur, filankəsi alır, oğlu dava eləyib, filan yerə gedib, bura hamısına müsibətin içindən giriftardır. Dedik, buna deyirlər zənka. Bundan biraz keçsə qabağa, o bir əzabdır. Bir az da geçsə qabağa, onlar dedik, nəyin təsirində olur? İnsan əgər mən ərəzə ən zikri, o adam ki, mənim zikrimdən üz döndərdi, mənim zikrimə dal döndərdi. Dedik, zikr nədir? Qur'an, Allah, Peyğəmbər, İmam, Mənbər, Məscid, Hüseyniyyə, İmam Hüseyin, bunlar zikridirlər. Bəzi ismilər dedik, dönək olar zikr. İnsan buraya dal döndərsə, əvvələn elli olar, giriftar olar. Ondan sonra bir az keçsə qabağa çox ifrat eləsə, gözəl dayanmıyor ki, əvvəl buraya bir yaman deyib. Bir yerdə mən getmişdim, maşını aparmışdım o zaman remonta. Bir vaxt düşən bu salada öləm deməyəm, bax, ya Hüseyin. Bu bir məqam. Bir az gedi qabata İmam Hüseyin'dən dönüb Peyğəmbər, Qur'an da hamısına dal döndər. Belə adam tamına xizyə tutar olacaqdır. Zənkadan tutardır, Qur'an-ı zənka, məişətən zənka. Məişətən zənkanı keçən dəfə məni elədik, yəni varı var, hər şey var, bəli, tamam problem yaşayır. Bu bilsin ki, bir yerdən uçuruma çıxdı, yəni məsciddən, mənbərdən, alimdən, Qur'andan, imamdan uzaqdadır. Ki, adam istəyir görsən də mən xəstədir, gedi həkimə. Həkim sorubdan ya birdən tabletdən, iynədən yazı gəlir, islah oluyor da bu adam. Yəni sağlamlığını tapır. İnsan da mənəvi xəstə olanda gərək həkim dalacaq ola. Yəni o həkim, yəni o alim, o dindar, o kəsin dalacaq gedək ki, bunu islah edir, qeyfəyə, dərəqə dözünə. Və elə görsən, tamam şəraiti vardır, amma problem yaşayır şəhərdən, səhərdən aşama. Yəni ləzzət tapamıyor həyatından. Buna deyir ki, məişətən zənka. Bu bir dənə, bir məqam. Əgər burada dayanmadı, yəni qeyetmədi da, qeyetmədi məscidə tərəf, qeyetmədi mənbərə tərəf, qeyetmədi alimə tərəf, qeyetmədi imama tərəf, qeyetmədi ziyarətə tərəf, elə üzəlləsinə gedib, ikinci çətinləşi vardı dünyada, xizirdir. Əzəqnahum xizir. Və onlara xizyə göstərəcəyik. Yəni, xizyə bu işi rüsva eləyəcəyik. İnsan rüsva olan, bir zaman burada problem yaşayır, bir zaman da rüsva olubdur da. Bu iki dənə dünya əzabıdır. Dünya əzabının ikisi var, iki dənədir. Amma əzab demir adına. Birinə deyir zənka, birinə deyir xizyə. İnsan əgər dayanmadı, günah eləməkdən, dayanmadı dər həqiqət ihanət eləməkdən, günah iki qismət. Bir budur ki, şərab içir, zina eləyir, oğulluq eləyir. Bunlar bir dənə şəxsi günahlardır. Tövbə elədi, qeyddir, bağışlanar. İkincisi budur, yox. Gəlib bir dər həqiqət cəmaatın dini ilə, məscidi ilə, imanı ilə oynayır. Qur'anla oynayır. Sonra fəz o YouTube'a zadı baxsınsa, o miqdar din mındar adamlar vardı. Hər şey İmam Hüseyinə kimi yazırlar. O adam da ki, başı çıxmış, gəlib buraya baxıyor da, dindən, Qur'anlar, İmam Hüseyindən, mənbərdən, hamısından uzaqlaşdı. Diyor, bu iki dənə əzaba tutar olacaq dünyada.
İstəyirsən dünyada xoşbəxt olasan, yəni bu iki dənə əzabdan gərək uzaqda olasan. Biri budur ki, etibarlı, etimadlı, muhtəbər qalasan, abrın getməyər. Adam özəlində deyir. Adam özəlində deyir. Görürsən, bir ayağı züydü, tamam rüsvu oldu. İkincisi de o ki, bu həmişə problem yaşamada, niyə? Həmişə xəstəxanada, həmişə sudda, həmişə filan yerdə. Qur'an gəlib bizə bula ölgəsin, deyə bax, bu cür oldun, ha, sizə belə olasan. Qeyd ki, nə? Tövbə bundan ötür. Salavatını sarı eləyəyəm. Allahümme sallallahu aleyhi ve sellem. Allah bu gecənin dualarından bizi məhrum eləməsin dedi. O bir dəfə dedim ki, dua eləyəndə, əstəğfurullah deyəndə bilə-bilə deyil. Yəni bir günə hayanı nişana getmişsən, əstəğfurullah deyirsən, deyirsən, filan yerdə xəta eləmişəm, filan kəsin malını yemişəm, əstəğfurullah, onu qeyd edəcəyəm, özün bilirsən zaten. Əstəğfurullah, kimdə əstəğfurullah deyirsən, filan yerdə yaman da demişəm, onu tərcih edəcəyəm. Ona görə əstəğfurullah, bir təsbih əstəğfurullah deyir, əstəğfurullah Rəbbi və Tülə bilməyinə dedi. Bunun faydası yoxdur. 2 təsbih dedi, 10 təsbih dedi. Bunun faydası yoxdur. Sən gərək nişana gedirsən, hayanı hədəf tutmuşsan. Sən hayanı qurasan. Bedunu nişan edəcəklə, əstəğfurullah denən, səlavat denən, Qur'anı başıma qoy günahı. Qur'anı başa qoymaq günahları bağışlamaq üçün. Buna bir dənə semboldur, sembol. Yəni Qur'an gəl mənası insan deyir, Allah bax, başım üstə, çək, başım üstə, gözüm üstə. Qur'an hökmüləri sən əməl edəsən. Səlavat deyəlim. Gəlin biraz qabalar, gəlin qabaq tutuyum, mən də qəşək sizi görüm, göl yaxşı deyim də, bunların bir iki dənə. Gəlin otur, uca qabaq, uca. Onu ver. Dedim ki, insanlar üz istəyəndə hədis imamımız bir dəfə üz üstə ginər. O gün ərz elədim. Ayağın nədir, birini sağa calandı. Gələn üz istəyəm, bağışda. 2 dəfə, 3 dəfə demə. Xətadır. Bir dəfə demə, bağışda. Çünki çox desən, onun ayağı yer elə. Onu da təkəbbür edəcək. Deyələ bir sən qan döyəcək. Bu sayıda calandı, bağışda. Allah bu sifətləri sevir. Deyir ki, bu gün 70 dəfə deyəcək, əstəğfurullah Rəbbi və Tubu ilə. Deyib bilginlə, indi də nə oturmuşsa, yadınızda saxlayın o zikri deyənlər. Denən, bax, denən atama pisliklik eləmişəm. Əstəğfurullah, onun haqqında özün bildən eləyəsən. Anama pisliklik eləmişəm. Qonşuyla pis olmuşam. Əstəğfurullah. Qardaşıma pislik eləmişəm. Əstəğfurullah. Bunlar yadımdan keçir. Deginə. Diyor, sabahdan onun subran eləmək fikrini olur. Onda olar, əstəğfurullah düz olar. Demək ki, Qədir gecəsinin gərək yoğumullah olar. Yoğumullah onda olar. Qədir gecəsinin yoğumullah olsa düzdür. Amma təsbihə götürsə, hərdən axşam oyunda elə soyut vururdan da əstəğfurullah, əstəğfurullah. Niyə deyirsən bunlar? Kimə deyirsən, niyə deyirsən, kimə deyirsən, nəcü deyirsən? Bilə-bilə, o günahlar say günah, belə. Günahın mayda Allah, bunlar biliyəm də, bunlar əstəğfurullah. Həsbi ki, din istəyir ki, insan xoşbəxt ola və elə bu ki, savab eləyən. Deyir, hə, gəlmişəm, söyləyə bir gün savabdır. Zikri deyəm, savabdır. Savab bilirsin nədir? Savab soğub kəlməsindəndir. Soğub yəni paltar. İnsan bir işdə görsən, 3-4 dənə paltar yiyir, kök-köşür. Soğub yəni üstə giymək. Ağacı görürsən də kəsəndə neçəlli ağaçdır. 1 layə, 2 layələr var, ağacı kəsmişsiniz. Ağac kəsəndə layələr görüşür də, neçə il ömr eləyir.
məlumdur da layihələr. Ola savab tapmısan. Yəni kökəlibdir, ağac yekəlibdir, qalınlaşıbdır. Savab bu dünyada gəlib biz elə kökəldir. Yəni neçə layihə biz etiqadımız, inanımız, bağlarımız, mərifətimiz kökəlibdir. Amma hamısını o dünyada olur. Heç də bilməyir və heç əməl də eləməyir. O dünyada istəyir ki, biz savab eləyək. Savab buradan başlayır. Yəni ki, sən yoğunlayasan, kökələsən, enlənəsən, etiqadın al. Bağverin, inamın. Onda ola qədə gedəcəksən. Bəs bu işi indi qədə gecəsində dua eləyəcəyik. İyisi odur ki, bilə-bilə deyək əstəğfurullah, ən qəsdin deyək əstəğfurullah. Namaz qılıyıq. Görürsən, 100 rəkat namaz qılıyıq. O qədər qılıbdır ki, yorulub da. Ey, belə qılma. 2 rəkat qıl. Amma bil kimin qarşısında dayanırsan, nə deyirsən? Və bu için dedik, 2 dənə dünyanın əzabı vardır. Dünya əzabı 2 dənədir. Bunları yadına saxla. Harada gördün ki, problemə düşmüsən həyatda, səni problemə salan yoxdur. Özün salmışsan problemə. İnsan özüdür ki, özünə quyu qazır. İpək qurdun görmüsən da? İpək qurdu. Başda tutun yarpağından yiyək çox dadlıdır da onun üçün, çox ləzzətlidir. Yedikcə özün döyəsin, toxuyar. Toxudu qalar onun içində hər baş olar. Urafədən birisi deyir ki, ipək qurdu. Əgər onun içindən çıxdı, pərvanə ola uçar gedər. Pərvanə bilirsən də semvol eşqdir. İpək qurdu, o toxuduğun içindən çıxdı, o da pərvanə. Pərvanə nədir? Şəmi pərvanə eşqdir əslən. Amma əgər toxuduğun içindən çıxan məsəl, onu yandıracaqla, isti suyla yandırarlar, o ölər. Zəhməti də qismət olar ki, mən cəmaata palta elərlər ki, yerlərdə. İpəkdən palta toxuyarlar, onun zəhmətidir. Özün öldürdülər, o öləndən sonra ipəyə götürürlər, palta elərlər. İnsan o cürdür. İnsan bu dünyada o işi toxuyursan, özün özünə hər şeyə salmışsan, özün problemi yaratmışsan, bu problemin içindən yerə çıxasan. Yasın, kifayət qoydusun. Onun üçün Qur'an, diqqət edin, Qur'an oxumaq, hər şeylər ötüyümüş yaxşalırsan. İnternetdən din çıxmaz. İnternetdən din çıxmaz. İnternetdən malla çıxmaz. İnternetdən müştəhid olmaz. Quran hamısını da həqiqətən ötüyümüş düşmüş görsən ki, internetdən din axtayır, internetdən müştəhid axtayır, imam axtayır. O ki, insan eləyə bilə xoşbəxt ola, o 2 dənə əzab, dünya əzabından müvazib ol ki, məişətən zənqa və xizq sənə tərəf gəlməsin. Əgər gördün bir belə zaman ki, çətinlik yaşayırsan ha, onda bilginən ki, Allahın zikirlərindən uzaqdasan. İmtihan elə da, imtihan elə. Sən qeyt məscidə mənbələ tərəf görgünə sənin işin düz gəliyə yox. Mən bir zaman Tiflisdə olanda, 10 il Tiflisdəydim. Tiflisdə olanda hərdən çətinlik hiss edirdim, həm qürbət, həm bəzən şəraiti, maddi şərait. Ayə vardı Quranda, deyir ki, hər kəs Allahdan ötürü hicrət eləyər və onun yolunda cihad eləyər, cihad elə bu qılıncına vuruşmaq deyil ha. Sən düz yolu təmsil eləyəsən, Allah yolunu təmsil eləyəsən, cihaddır. Deyir, fəinnə ləhul cənnət, onun üçün cənnət var. Mən yorulanda bu ayəni oxuyarım, deyəm, ayə ki, yalan deyil, əstəğfurullah. Ayə düzdür bu. Əgər qələt olsa, mən qələtəm, ayə qələt deyil. Bəs o zaman ki, gördük ki, problem yaşayırsan, görgənən hayda Allahdan üz döndərmirsən. Tərəzidə, namusda, oğuylamaqda,
içməkdə, yeməkdə, əxlaqda, filan hansında Allahın üzründəmirsən, problem yaşayırsan. Bir buraya diqqət eləsədən, onda görsən ki, insan yolunu tapar. Və soxub Quran oxutdurmayan matına, bu internet çıxandan bu yana ha. Ta Quran oxutduysun, dua elətdiysin. Bax, elə Həzrət Adəm, həman Həzrət Adəm, sən elə Həzrət Adəmsən, fərq eləmir ki, internet çıxmaqla dünya dəyişilməyibdir. Ölüvə Quran oxutduy, özüvə Quran oxuculan. Mən Tiflisdə gene bir xatirəm vardı. Bir gün, bunu ərz eləmişəm bu basına sizə. Bir gün gördüm, 2 nəfər qadın bizim qapının salı 7-ci etajda qalıydı. Sabır tarlada olar ki, Tiflislidirlər. Qapının salı açdıq, biz də ailəydi. Gəldilər, Hacı xanım buradan pəzirayı elədi, meyvədən. Mən də bir hədisdən, ayədən oxudum buraya. Dedi ki, mənim qızımın 17 yaşı vardı, 2 il bundan qabaq ölübdür. Amma 2 ildə elə heyci mən bizim yuxumuza, mənim atasının, qardaşının, bacısının deyib, məni birdən çıxardın, ağlayır. Eşitdiniz, İrandan alim gəlmiş sən yanına bizim problemimizi həll eləyəsən, həll olan deyil. Uşaq günlərcə bizim yuxumuza ağlayır. İndi bilmir ki, də Qazaq qəbirin, onu çıxartmayaq. Biraz ayədən, hədisdən oxudu, qoy dursunlar. Qaplaşıb o qalsın, qoy dursunlar. Problem yaşayır. Mən də biz ayədən, hədisdən oxudum ki, qoy validendir da, uşağı ölübdə əzadardır, narahatdır. Yaz nivədən, saydan, şinidən, xulasa, ulan yola saldıq çəkdilər. Səhər gündüm, bir kişi ilə həman xanlığa birisi gəlir. Kişi də savadlı kişiydi, yəni oxumuş adamıdır. Belə avam deyil ki, qadın sala qabağına gətirəcəkdə onu. Gəldilər, gördüm, həm xanlığa bir dünənkidir, bu kişi də ki, dedi, dünənki gəlmiş, o mənim bacımıdır, bu da mənim xanımımdır. Elə nə cür danışmır o deyil, bizə həyat yoxdur, acıdır həyat. Yəni, həftədə bir dəfə ki, yuxumuza uşaq deyir ki, çıxaydım mən, ağlaydım. Eşitmişsən, İrandan gəlmişsən bizə çarə eləyəsən, denən gedin, qazın, qaza, çıxardın. Nə deyirsən onu eləyək? Xulasa bizi buydan tutar. Hər şey var ki, pulla olmaz şaha. Pulla deyil desən, mən pul verəm, işi həll eləyəm. Din inəndir. Gördüm, buranın problemlər həqiqi, çox ciddi problemdir. Dedim, onun adını, uşağın adını, nənəsinin adını, dədəsinin adını yazılı verdilər mənə. Dedim, bu gecə mən xəlvət eləyəndə, yəni saat 12-dən o tərəf, duyum ona 2 rəkət vəhşət namazı qılacaq. Yuxuvuza giysə, göysə gəlin deyində ağladı, güldü, nə dedi? Mən duydum, 2 rəkət vəhşət namazı qıldım. Vəhşət namazı qılırsa, İnna Ənzəlna surəsidir. Bir də Ayətəl Kürsüdür. Yəni, Quran ayəsidir da, özündən bir şey deyil ki, Quran ayəsi oxumaq, yəni Quran oxumaq. Bunlar getdilər, mən duydum o gecə, 2 rəkət namaz qıldım, bağışladım o qız ki, 17 yaşı varmış, ölübdür, 2 il bundan qabaq. Ona 2 gün ya 3 gün geçmişdi, gördüm bir padunus ev şiinisi, damaşla şiini pişiyiblər, gəldilər bizim evə, 2 dənə həman xanımlar. Öyle də sünnüydülər. Gəldilər bizim evə deyilər ki, Allah səndən razı olsun, Allah atava, anava rəhmət eləsin, biz indi rahat olmuşuq. Birinci dəfədir bu qız giydi mənim yuxuma, gülüydü, ağlamıydı, demiydi, çıxardı məni buydan. Rahat oldu, Allah səndən razı olsun. 2 dənə, yəni Sure-i Qədirlə Ayətəl Kürsü, bu qədər təsiri vardı. Deyəm, o dünya yerin altında deyil ki, gedib onun qazasan, çıxaydasan. İrtibat yaratmaq lazımdır. Ölülərimizə Quran oxutduyun, ölülərimizə dua elətdiyin, ölülərimizə sələvat deyin. Belə bir gecələrdə, cuma axşamında, qədir gecələrində ölülər, ruhlar gələr, öz qapılarına, öz adamlarını daracaq ki, bizi də yad eləyin. Bizi də yad eləyin. Bizə də bir şey yollayın.
Ona ki Kur'an yalan değil, dua yalan değil, imam yalan değil, mənbər yalan değil, alim yalan değil, din yalan değil. Onlar ki bizi uçuruma sarı olan yalandılar. İndi bu il ümumən 50, azımız var 40'dan aşağı yaşı olada, 40'dan yuxarı çoxumuz. Yəni təbii yaşasan hələ bir 20 ildən sonra, hələ 20-30 ildən sonra gedərdim təbii qalsa gedəcək. Bunun qabağını almaq olmaz. Bu ölümün qabağını alan yoxdur. Orada bizim fəqət əlimiz asıl bu mənbərdən, bu məsciddən, bu Hüseyniyədən, bu Qur'andan. O xatir gələcək huşumuz başımızda ola, insan ağah ola, dinin satmaya dünya. Dinə belə üstdən keçdi baxmaya, insan özüdür. Qohum, qardaş, bula sərvət, mal, bula insan özü deyil. Sən özün sanki duya ehtiyacın var, namaza ehtiyacın var, o özü ehtiyacın var, sən özün busan. Bir nəfər Arif idi. Alim də orada bir nəfər də sual edirdi ki, sən çox yaxşı adamsan və deyirlər şəfaət eləyə bilirsən. O dünyada olayım mən o ərəsat-ı məhşərdə, onu bir baymağıma cəngət olsun. Alimə deyir ki, o ərəsat-ı məhşərdə olay ki, mənə sən şəfaət eləyəsən, bu gibi bunu necə başa salsın? Çox dövlətlidir, çox vardır, amma başa düşməyir. Adam var bundan ötür ki, varı bundan ahirət kazanasan. Oğladı bundan ahirət kazanasan. Alim ona deyir ki, olsun, mən o dünyada şəfaət edəcəyəm, səni də çoxdan tanıyam da, bu iğnəni çıxardı cibindən deyəcək, bu iğnəni saxla cənab. O dünyada, oradakı hamı yığışıbdır. Orada əlimi qolsa iğnəni görsət mənə, mən sənin çəkimi qabağa keçirdim cənnətə. Bu gəlir iğnəni alır, alimlə deyir, hə. Sonra baxır, ya baba, mən öləndə iğnəni necə yoxam o dünyaya? Ya baba, mən necə bu iğnəni gətirim oya? Özümdə öldüm, ta iğnəni necə gətirim oya? Deyir, bəs sən bir iğnəni gətirə bilməsən, bu maşını zadı necə gətirsən oya? Sən bir iğnəni özündən gətirmirsən, orada mən səni tanıyam. Əlimi qolcuya sən deyirsən, ağa, bu iğnəni sən vermişdin mənə, mən də burada sən keçid o tərəfə. Sən bir iğnəni özündən atladan bilsən otoya. Bəs necə gələ bilsən, bəs necə bu maşını, bu sərvəti, bu evi, bu mülki necə gətirəsən oya? Bunlar heç bir insan özü deyil. Sən özün namazın, orucun, Kur'an'ın, xumsun, zəkatın, bunlar da insanı o tərəfə keçilə bilər. O dünya biz baxanda belə bir ki, elə əbədi buyda yaşayacaq, özümüzün də hər şey apayacaq, yox, apaya bilməsən, gələk buyda xəşləyəsən. Dünən dedim, taam insanın bədənindən ötüydü. İtam nədən ötüydü? Ruhdan ötüydü. İtam yəni o birisini yedirtmək. Taam yəni özün yemək. O insan ki, itam eləməkdən ləzzət alıyha, bəzi adamlar itam eləyəməz, özünlük deyil. Eşitimiz də Hatəm-i Tahir'in qardaşı vardı. Hatəm-i Tahir öldü. Həmişə ona kuxunası işlərdi, deyirlər. Qardaş dedi, qoymayacam ələmiyyata. Mən elə kuxunanı işlədəcəyəm, cəmaat. Anası dedi, bala, sən eləyə bilməsən. Sən eləyə bilməsən, Hatəmin yolunu gedirsən. Bəzi adam eləyəməz, itam eləsin. Eləyə bilməyir də. Bəzisinin xanımısı icazə verməyir, bəzisinin qardaşı icazə verməyir, bəzisinin imanı yoxdur. İtam eləmək, o zaman itam qəbuldur ki, ləzzət eləsin. Bir adam yemək yerinə görsən, kebab yiyir, qəşəng içir, çox ləzzət eləyir də. Bəzi yeməkdən ləzzət eləmir, yedirtməkdən ləzzət eləyir. Bu adamın ruhu böyükdür. Bu adamın ruhu kemala çatır. Bu adam yedirtirsən böyüyür. Çünki itamdır da. Amma teamdır ki, özüm yiyir. Misalda dedi də Peyğəmbər heyvan kəsmişdi, ətin hamısını payladı, itam elədi. Kəllə pasası qaldı, qışlarla başı qaldı. Qadınlarına dedilər ki, ya Resulullah, bizə heç dət qalmadı. Dedilər, çimimizdən gedən, əlimizdən gedən budur, bu pasa qısla, ayağla başdır. Bunu iyi, bu tamdır.
Amma o ki bağışladıq cəmaata, yedirdik cəmaata, o itamdır. İtam insanın ruhundan ötüydür, itam insanın qarnından ötüydür. Xəşləmək insanın ruhundan ötüydür, özüvə getsən, nə mənə alırsan, yiysən, nə mənə kiysən, bu özündən ötüydür. Din gəlibdir ki, insanlar o ikimsin, dircəsin. Yəni qonşuya, kasıba, yoxsula, məscidə, mədrəsiyə, xəstəyə, bunlara xəşləsən, sən kasıblamayassan. Amma əgər hamısını qoyasan cibivə kasıblayassan, Qur'anın dilində Qur'an yalan deyil. Pərverdigara, bizə Qur'anı yaşayış övcəkinə. Amin. Pərverdigara, bizə Qur'anı əməl eləməklə tövfiq verginə. Amin. Pərverdigara, bizi Əli və ovladı Əli yoluna sabit qədəm eləginə. Amin. Pərverdigara, nəfsimizi və şeytanı bizə müsəllət eləmə. Amin. Pərverdigara, ola ki, ənvatı, darifanı tərk ediblər, yəni əlləri belə məcalisdən üzülüb, olayı qəriq rəhmət elə. Amin. Qədir gecəsinə xatir olayı İmam Hüseyin və Əli kənəfində hifz eləginə. Amin. Pərverdigara, günahlarımıza qələmə əfv çəkinə. Amin. Pərverdigara, İmam-ı Zaman əleyhissalam bizdən razı xoşnud elə. Amin. Pərverdigara, bizə tövfiq verginən ki, ağa İmam-ı Zaman köməkçilərindən olaq. Amin. Pərverdigara, afat-ı zəmin zamandan bizi hifz elə. Amin. Afat-ı zəmin zaman bilirsən nələrdir? İnsanı dindən çıxardı. Afat-ı zəmin, afat. Ağaç görsən şirə tutub. Ağaç görsən xəstəliyib. Buna afat-ı zəmin zamandırlar. Pərverdigara, bizi afat-ı zəmin zamandan hifz elə. Amin. Pərverdigara, qəlblərimizi münəvvər elə. Amin. O ağ ələmin altındakı ərəsat-ı məhşərdə 124 min peyğəmbərin qarşısında tamam cəmaət dayanacaq, bizi orada şərmisar eləmə, Amin. başı alçaq eləmə, Amin. üzü ağ eləginən Pərverdigara. Amin. Pərverdigara, Kəbə evinin və İmam Hüseynin Əli əleyhissalamın ziyarətini bizə qismət eləginən. Amin. Oxuyaq ənvatımızın dər haqqında rəhməllahu mən qərəl-Fatihə məs-salavat. Allahümme